Salam değerli YouTube izləyicilərimiz, hədəfimizin 10-cu günündə Prop Challenge-ımızı 100% tamamladıq. Bu gün artıq 100 min dollarlıq müqaviləyə imza atdıq. Siz də öz prop firmalarınızı və fon hesablarınızı bizə həvalə edə bilərsiniz. Bunun üçün aşağıdakı ünvanlara yazmağınız xahiş olunur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hər birinizi bir daha xoş gördük. Bugünkü tarix 2 oktyabr saat 11:23-dür. Bu gün artıq Prop Challenge-ımızın 95%-ni yerinə yetirmişik. İnşallah ki, bu günləri tamamlayarıq. Və analizlərimiz Euro USD və XAU USD-dədir. Hələ ki, XAU USD-də elə bir əməliyyat yoxdur. Euro USD-də kiçik bir giriş nöqtəsi var. Oradan mən təxminən 4.6 lotluq sel girəcəm və stopumuzu da təxminən bu haya daxil edəcək. Bu əməliyyatda nəzərinizə çatdırmaq istəyərdim ki, biz burada çox güclü bir take profit gözləmirik. Bizim Prop Challenge keçməyimizə yalnız 320 dollar vəsait lazımdır. Biz burada kiçik bir take profit ilə o balansı götürmək istəyirik. O qazancı götürmək istəyirik ki, Prop Challenge-ı keçək. Take profitimiz də elə uzun olmayacaq, təxminən bu civarlarda olacaq. Elə take profitimizi qoyaq, qalsın. Burada da əsas 2 dənə nöqtəmiz var. Biri bu order blokda, biri də təxminən buralarda. Buranı keçdiyi təqdirdə take profiti götürməyimiz gözləniləndir. Normalda buradan çıxış etməliydik artıq bu volantillikdən öz analizimizə görə. Sadəcə olaraq volantillik və şamların quruluşu elə ürək açan olmadı. Orada məlumdur ki, satış əməliyyatları, orderləri, satış əməliyyatları çoxdur. Qiyməti sanki yuxarı getməyə qoymur. Burada bunu hiss edə bilərik və gözlərimizin şahidi ola bilərik. Alış əmrləri çoxaldı. Hələ ki, sel əməliyyatında qalaq, amma lazımı bir vəziyyət yaranarsa, buradan əmri bağlayacaq. Bir də stopa getməyin və yaxud da stopu gözləməyəcəyik. Bəli, bizim burada stopumuzu vurdu. Burada çox güman əllə bağlayacaqdıq. Sadəcə olaraq məni çağırdılar deyənə, mən artıq gəlinə kimi stopumuz vuruldu. Təxminən 7 lotluq. Buradan bir dənə buy əməliyyatına girəcəyik, çünki bütün trendlər artıq qırıldı. Burada hələ ki çox yaxşı bir vəziyyət yaranır buy əməliyyatına doğru. Əgər burada bu şamı keçmiş olsa, mən bir də əlavə eləyəcəm burada. İzləyək. Bu istiqamətdən qayıtsa, burada əlavə eləmək lazımdır. Burada biraz manipulyasiya baş verir. Burada kritik nöqtədir. Qayıda da bilər, qayıtmaya da bilər. Artıq bu şam çox pisləşdirdi vəziyyəti. Bəli, burada birdən giriş əməliyyatı açacaq. Giriş əməliyyatı deyirəm, üzr istəyirəm. Alış əməliyyatı açacaq.
Bəli, artıq hədəfimizi keçdik. Sadəcə olaraq elə bilirəm video yazır, video yazmırmış. Ona görə sizin gözünüzün qabağında Take Profit-i dayandıra bilmədim. Buradan əməliyyatlarımızı izləyə bilərsiniz, görə bilərsiniz. Bu günləri ayın 2-si idi. Bəli. 285 dollar stopumuzu vurdu. Ondan sonra take profitlərimizi götürdük və avtomatik olaraqdan sistemdən bizi belə atdı. Çünki hədəfi tamamladıq. Buradan da sizə sertifikatlarımızı göstərə bilərik. Bəli. Bir də yükləyim. Açdı deyəsən. Yox, bu digərsə. Bəli. Budur. 100.000 dollarlıq prop challenge keçdik. Bizə dəstəyiniz üçün çox sağ olun. Hər birinizə təşəkkür edirik. Zəhmət olmasa təkliflərinizi və fikirlərinizi rəy bölməsinə yazın. Hər birinizi izlədiyiniz üçün təşəkkür edirəm.